Gel baştan başlayaq Ayvisa. Baştan başla hərfləmə. Hə. Bu nə hərfidir üçüncü dediyimiz? R. Ne oldu? Bir. Sonra? Bayaq dedim yaddan çıxdı o. Ne hərfdir? C. C ne oldu? Keçmə hələ C-ni denən. C ne oldu? Yox. Əni birinci demişsən. Ec yadda qaldı. İndiki ikinci hissən oxu. N. Ne oldu? Ne oldu? Ne? Bayaq ne demişdik biz? Bayaq ne dedik? Ec demişdik düzdür. Sonra ikinci yaddan çıxdı. Ne? Ne oldu bir yerde ikisi? Birləşdir. Ne? Ec ne? Ec ne yadda saxla ya Vüsal. Sonuncu heyecan oxu. Sonuncu heyecan. Bundan sonra ne hərf gəlir orada? Tanımırsan bunu Ayvisa. İyi. Tətildə evdə qalmışıq, ümumiyyətlə hərfləri unutmuşuq ha. Bu iyi. Ne oldu? Bayaq biz iki dənə heyecan birləşdirmişdik. Onlar nə idi? Bi. Ne oldu? Əcnəbi. Əcnəbi kimə deyirlər? Əcnəbi yox. Əcnəbi. Xarici ölkədən gələn adamlara, onlara əcnəbi deyirlər. Əcnəbi turist. Gəl sən bunu oxu görüm hələ. Bu sözü. Onu yox, bunu oxu. Mən turisti dedim də. Bunu oxu. Birinci hərf nə hərfidir? K. Üçün oxu, üçün bir yerdə. K, N. Ne oldu bir yerdə? K, N. Kən. Ay sağ ol. Sonra? Hərfləri tez unutursan. Unutmasan. Bu yox balam. D. Üzü o üzədir. D. Ne oldu? Ay sağ ol. Birinci nə demişdik biz? Buna demişdik. K, N. Ne dedik ona? Ay sağ ol. Bu hərfləri unutmasan var abi. Sağ ol. Bizə tələksə hərfləri unutmayasan. Baştan başlayacaqsan bana. Bir əcnəbi turist İdman dərsi deyə belə oyun çıxartmalısınız siz. Hə. gəzintiyə çıxır. Yolda bir uzunqulaq görür. Uzunqulağın üstündə milli naxışlı qədim köhnə bir çul var idi. Belə qədim əşyalar çox qiymətli hesab olunur. Aferin. Sənə Bir əcnəbi turist kənddə gəzintiyə çıxır. Yolda bir uzunqulaq görür. Uzunqulağın üstündə milli naxışlı qədim köhnə bir çul var idi. Belə qədim əşyalar çox qiymətli Ucadan da bala. olunur. Turist çulu almaq istəyir, ancaq fikirləşir ki, Ver mənə qızım, ver mənə. onu satmaz. Odur ki, hiylə işlədir. Hə lan, əyləş bala. Buyur Abbasov. Bir əcnəbi turist kəndə gəzintiyə çıxır. Yolda bir uzunqulaq görür. Uzunqulağın üstündə milli naxışlı qədim köhnə bir çul var. Belə qəmgin əşyalar çox qiymətli hesab olunur. Turist çox çulu almaq istəyir. Ancaq fikirləşir ki, kəndli onu satmaz. Dur ki, hiylə işlədir. Turist kəndliyə deyir ki, uzunqulağı almaq Əla, əyləşə bilər. Ucadan. köhnə çul. Bir əcnəbi turist kənddə gəzintiyə çıxır. Yolda bir uzunqulaq görür. Uzunqulağın üstündə milli naxışlı qədim köhnə bir çul var idi. Belə qədim əşyalar çox qiymətli hesab olunur. Turist çulu almaq istəyir. Ancaq fikirləşir ki, kəndli onu satmaz. Odur ki, hiylə işlədir. Turist kəndliyə deyir ki, uzunqulağı almaq istəyirəm. Əla Yusif, əyləşəbdən başlayacaqsan, amma ucadan. Bunu bayaq silmədim, bəs uçqan izi qaldı. Oxu silərik sonra. Bir Əcnəbi. turist Bunu ver bir daha. kəndə Bir daha. gəzintiyə Aha. çıxır. O yollarda bir uzunqulaq görür. Uzunqulağın üstündə milli naxışlı qədim köhnə bir çul var idi. Belə qədim əşyalar çox Vüsal bəsdir. qiymətli Görsən ki, sənlə danışmır da qız. hesab Sən sakit otur. olunur. Turist Heyecanlama, çalış bir oxu. çulu almaq istəyir.
Ancak fikirleşir ki Əyləş al. Ucadan. əcnəbi turist kəndi gəzintiyə çıxır. Gəl qızım benim. Yolda bir uzun qulaq görür. Uzun qulağın üstündə Aha. milli naxışlı qədim köhnə bir çubuq var idi. Belə qədim əşyalar çox qiymətli hesab olunur. Turist çubuğu almaq istəyir. Ancaq fikirləşir ki, kəndə onu satmaz. Odur ki, ilə işlədir. Getir görək. Turist kəndliyə deyir. Afərin Ömər. Oxun gözəldir, sadəcə o biraz yüksək oxusan daha yaxşı olur. Kəndə gəzintiyə çıxır. Yolda bir uzun qulaq görür. Uzun qulağın üstündə milli naxışlı qədim köhnə bir çubuq var idi. Belə qədim əşyalar çox qiymətli hesab olunur. Turist çubuğu almaq istəyir. Ancaq fikirləşir ki, Məhəmməd əli, gündəlik məndə deyil sənin. Məhəmməd əli, İslam əli, gündəliyin anı sən niyə verməmsən mənə gündəliyi? Ucadan başla, Turgut. Hə, başla. Yaxın gəl biraz. Biraz da. Ucadan. Bir əcnəbi turist kəndə gəzintiyə çıxır. Yolda bir uzun qulaq görür. Uzun qulağın Qızlar əyləşin orada. üstündə milli Ömərcan qabaş. qədim köhnə var. Bir çox var idi. Belə qədim Ömər. əşyalar çox qiymətli hesab olunur. Məhəmməd əli, ucadan başla. Balam. Bir gün əcnəbi turist kəndə Ye. Ye qızım. gəzintiyə çıxır. Yolda bir uzun qulaq görür. Uzun qulağın üstündə milli naxışlı qədim köhnə bir çubuq var idi. Belə qədim əşyalar çox qiymətli hesab olunur. Turist çubuğu almaq istəyir. Ancaq fikirləşir ki, Ucadan başla. köhnə çubuq bir Əcnəbi. əcnəbi turist kəndə gəzintiyə çıxır. Yolda bir uzun qulaq görür. Uzun qulağın Ömər danışır. Kimlə danışırsan Ömər? Sənlə danışır Hüseyin o. üstündə milli Çox sağ ol. 50 dəfə dedim sənə. Çox sağ ol, hörmət. milli naxışlı qədim köhnə bir su var idi. Əcnəbi Aha. turist kəndə gəzintiyə çıxmışdı. Şəmsə otur da niyə ayaq üstəsən? Bunu oğura ver qızım. Uzun qulaq Zeynətə dedim sənə yox. Hə. görür. Uzun qulağın üstündə milli naxışlı qadim əcnəbi turist kəndə gəzintiyə çıxır. Yolda bir uzun qulaq görür. Uzun qulağın üstündə milli naxışlı qədim köhnə bir çubuq var idi. Belə qədim əşyalar çox qiymətli hesab olunur. Tam başla. Bilirsən də qızım, onun izahını vermişəm. Qoy elif oxu. Yox, 4 ilə 5 arasından, yəni 5-ə yaxınsan, amma tam çatmamısan da. Hə. Kəndə
Turgut, ne olub orada? Nə məsələdir? Gəzdilər. Çıxır. Yolda Zınqolaq görür. Başla qızım dərsinizi. Bir Ucadan. Əcnəbi. Turist kəndə gəzintiyə çıxmışdı. Qızım, ay qızım. Misal 4-də kim yazacaq? Yalan misal 4-də yaz. Banıcaldı. Yolda Aha. bir uzun qulaq görür. Uzun qulağının üstündə Aha. bilən Ömer. naxışı gedim köhnə bir çubuq var idi. Sakit söz yerə. Belə qədim əşyaları çox qiymətləri hesabir o bir Ucadan. gəzintiyə çıxır. Burada bir Ucadan qızım. uzunluqlar görür. Uzunluqların üstündə milli nağışlı qədim köhnə bir su var idi. Belə qədim əşyalar çox qiymətli hesab olunur. Turist sunu almaq istəyir. Ancaq fikirləşir ki, kəndli ona satmaz. Sağ oku. Bir Sonra əyləş Şahif Sabah. Başla Şəmsi. nə oluyor? Hə, oxu. Bu bir ədəbiyyatın beşi vermişsən ona görə. Yaxşı. Ucadan oxu Şəmsi. Bir Sonra bir hə. bunu bilmədim. Əc, əc. Evet. Sonra. Evet bir. Əcnəbi. Uşaqlar, danışanlar düşür bura. Qoy mamalar baxsın danışanlara. Məryəm, Süreyya. Kimi? Vüsal düz otur. Pozma dərsi Vüsal. Düz otur balam. Dur. İyi tısı. Ucadan oxu səsin düşsün. Hə, oxu. Bir əcnəbi turist kəndə gəzintiyə çıxır. Yolda bir uzunqulaq görür. Uzunqulaqın üstündə milli naxışlı qədim köhnə Kuş yoxdur, 55 şey var dedi. idi. Belə qədim Ucadan oxu ki balam, sənin səsin düşsün. Nəsə olur. Turist çoxu 5-5 saya bilmirsən Şəmsi. 5, 10, 15, 20, 25. Sabah əzbər soruşacağım. ancaq fikirləşir ki, kəndli onu Aha. satmaz. Odur ki, hiylə işlədir. Turist kəndliyə deyir ki, uzunqulağı almaq istəyirəm. Əncə Əcnə. Turist kəndə Sonra qutarsıq səsləri çıxartma oradan. Oxumuza bax da 10 gün evdə qalmışıq. Oxumuzun olan qalan da bərbad edib gəlmişik. Həm 2 ay. Gündəliyi buradadır. Başlarız da. Başdan elə. bir ədəbi Əcnəbi. Turist kəndə gəzintiyə çıxır. Yolda Ucadan oxu. bir uzunqulaq görür. Bura gəlib oxuyanda ucadan oxuyun. Ümumiyyətlə ucadan oxuyun. Uzunqulağın üstündə də milli naxışlı qədim
kutu var idi. Belə Ömərində o nə deməkdir ki, Ömər? belə qədim Hə? əşya Heç ona götür vərəqi yaz. Əlifə baxın. Heç ona götür vərəqi yaz. Bala heyfdir. çox Kimyəvi maddədir. Vurursan onu əlin nəginə qalır. Yenə yazdım mən deyəndən sonra. Hə, bax, bu nədir? Ay Allah, bax, bu nədir? Bu nədir bala? Hə, bax, bu nə deməkdir? Bu mənası nədir? Evə gedəsən, nə indirsən bu vəziyyətdə? Götür kimi qarlamada yaz, özü saxlaya bilmirsənsə, qarlamaya yaz. Rıza, sənin oxun bu günləri razı. Sil Əlifi. Bir daha digər. Hamı gələcək Əlif, bir daha digər tez ol. Gündəliklə çağırıram, balam mən burada. Oxu görün bir daha. Buradadır. Ucadan. bir karışqa var ha. Mənim kitabımız var. Onda çıxıb görəcək. Ucadan oxu. Gəlmir. Ucadan. Yazın buraya. Sıfır. Olma dəymə. Ay, Burada bir uzunluğu var. biraz belə dur. Hə. Uzun kulağı. Üstünde milli. Turgut. Qədim. Aha. Kızım bunlar qaldı ki, ay qızım. Ay qızım, 50 dəfə göndərdim mən səni. Uf, bunlar da 38 rəqəmlər, 64 rəqəmlər, çəz o gün. Əşyalar çox. Qiymətli. Hesab. Ömər getdi yoxsa yenə verim? Verim yenə. Turist Hə, aparat onu. pulu almaq istəyirdi.